aprelin əvvəlində baş verən bu hadisələrdən sonra komissarlıq öz statusuna, təyinatına uyğun olmayan bir bəyanatla çıxış elədi. Və bu da sizin qəzəbinizə səbəb oldu. Bəyanatın məzmunu nə idi və sizin qəzəbinizin səbəbi nə idi? Biz hesab edirik ki, BMT-nin Qaçqınların Ali Komissarlığı aprelin 2-5-də baş vermiş Ermənistan tərəfindən törədilmiş cinayətə görə bəyanat verməsi ümumiyyətlə onların statusuna uyğun gəlməyən bir məsələ idi. Onlar artıq siyasətə qoşulmuş kimi qəbul olunur, çünki bu humanitar bir təşkilatdır. Və o bəyanatda demək olar ki, az qala Azərbaycanı hətta günahlandırırdılar. Yəni bizə aid olmayan məsələləri, törədilmiş cinayəti az qala Azərbaycanın üzərinə atırdılar. Və təbii ki, Azərbaycan tərəfi buna dərhal reaksiya verdi. İnternetə yayılmış bu bəyanatı, aprelin 11-də verilmiş bəyanatı bir həftədən sonra onlar internetdən çıxardılar. Bildirdim ki, bizi qane etmir, zəhmət çəkin, necə belə bir səhv bəyanat vermişsiniz, belə də onun təkzibini verin. Çıxarmışsınız, bu bizi qane etmir. Təkzibdə siz nə gözləyirsiniz? Təkzibdə onlar nə yazmalıdırlar? Təkzibdə yazmalıdır ki, səhv etmişik. Bunu kifayət deyirlər bizə ki, düzgün olunmayıb, səhv başa düşülüb, səhv vermişik. Mən özə bildirdim ki, xeyr. Bu təkzib necə internetə yaymışsınız bütün dünyaya, zəhmət çəkin təkzibinizi verin ki, səhv etmişsiniz. Son hadisələrdən sonra cəbhəyanı rayonlarımızın, belə deyək də, yeni köçkünləri yarandı və bu sizin kontingentdir. Təxminən neçə köçkündən gedir söhbət və onlar harada yerləşdirildilər və onların həyatlarının gələcəyi, məişətlərinin, güzəranının gələcəyi sizdən ötürü necə görünür? Ermənistan bu cinayətkar faşist rejimi, Sarkisyan rejimi hansı hallarda bu addımları atır, atəşkəsi pozur? Birinci halda, bu mənim şəxsi müşahidəmin nəticəsidir. Ölkə prezidenti Cənab İlham Əliyev xarici ölkələrə səfər edərkən və bu səfər çox uğurlu olarkən və orada çox uğurlu görüşlər keçirərkən Sarkisyanın faşist rejimi bu addımı atır. Həm oradakı görüşlərin mahiyyətini zəiflətmək üçün, həm beynəlxalq ictimaiyyətin fikrini o görüşlərdən yayındırmaq üçün. Bu birinci hal. İkinci halda ölkəmizdə çox böyük həcmli beynəlxalq bir tədbir keçirilən zaman, yəni bu bir dəfə deyil, hər dəfə bu belə olubdur. Həm xarici səfərləri zamanı, həm də ölkəmizdə çox böyük beynəlxalq, çox vacib beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən zaman yenə də Sarkisyan rejimi bu addım atır. Üçüncü hal isə Ermənistanda ictimai-siyasi sabitlik gərginləşən zaman o rejimə qarşı Sarkisyan rejimi bu addımı atır, öz erməni xalqının və oradakı ictimaiyyətin yenə də fikrini yayındırmaq üçün və baş qatmaq üçün və öz mundar dərisini o sudan quru çıxartmaq üçün bu addımı atır. Və bu son hadisələrdə bunlar artilleriya, topdan, qraddan atəşi açdılar mülki əhalinin yaşadığı yerə. Elə bildilər ki, bu əhali həmin əhalidir 92-93-cü ildə və elə bildilər ki, bu dövlət həmin dövlət və bunlar səhv etdilər burada. Çünki mülki əhalinin qarşısında böyük güclü ordu dayanıb. Əvvəlki ordu deyil. Mülki əhali arxayındır ki, ordunun cavabını verəcək. Necə ikisi 5 apreldə bu cavabı verdilər. İndi də cavab verir. Ona görə mülki əhali yerindən tərpənmədi. Və bunlar burada bu səhvi etdilər və digər tərəfdən də bir daha yenidən özlərini beynəlxalq aləmdə biabır etdilər. Və hesab edirəm ki, bizim ölkəmiz də, mətbuatımız da, aidiyyəti orqanlarımız da bu hadisələri də kifayət qədər beynəlxalq aləmə çatdırdılar. O cümlədən sizin telekanaldır. Yəni bu rejimin iç yüzü budur. Və Sarkisyan yadına salsın Miloševiç rejimini. Miloševiç hansı ki müsəlmanların, çox sayılı müsəlmanların qırğınına səbəb oldu. Axırı nə ilə nəticələndi? Sarkisyan da o aqibət gözləyir. Yəni onu bilmirəm, o insandır, insan deyil, bunları dərk edir, dərk etmir. Bu yəqin ki, qeyri-insani psixologiyası var bunu. Necə etmək olar bu cür addımlar atmaq olar mülki əhaliyə qarşı? Necə etmək olar öz əhalini o vəziyyətə salmısan sən?